dünya yaranandan bura qədər, yəni biz bunu başqa cürə başa düşmüşük. Bunun həqiqi mənasını, açıqlamasını Allah Taala mənə bildirib. Mən Allah tərəfindən axır zaman dövrü üçün seçilmiş Allahın sevimli qulu Vidadi Halalı. Allah Taala qoy başdan deyim ki, biləsiz, mənə musiqi istedadı verib, məktəb oxumamışam, müəllim yanına getməmişəm, gitara çalıram, mahnı yazıram, musiqi yazıram, müğənniyəm, mahnı oxuyuram. Zərb alətlərində də ifa edirəm. Yəni, bu istedadı Allah Taala mənə ona görə verib ki, mən qeybdən danışanda məni dəli kimi, psixi xəstə kimi qəbul edə bilməyəsiniz deyə. Belə hal-hazırda bu istedadımı YouTube'da, TikTok'da mahnılarım var. Vidadi Halal yazıb baxa bilərsiniz. Yəni hal-hazırda bunu öz gözü ilə görüb qulaq asan adamlar da mənim söhbətimə, indiki söhbətimə qulaq asanda o istedadımı görə yenə də mənə dəli kimi baxanlar olacaq, xəstə kimi baxanlar olacaq. Bunu mən bilirəm. Amma ağıl gözü ilə dünyaya baxanlar üçün və hamısı mərhələ ilə get-gedə hamı bu məsələnin tam nədən ibarət olduğunu, çünki Allahın gördüyü işdir bu. Dünyada axırıncı insana qədər. Yəni hamı məni olduğum kimi qəbul eləməlidir.